Doktor, UZI müayinəsi zamanı mənə yumurtalıqlarımın zəif olduğunu dedi. Məndə biraz narahatlıq oldu ki, yəni mən hamilə qala bilməyəcəm gələcəkdə ailə həyatı quranda. Burada məsələ odur, indi biz təkrar baxacağıq, ultrases kağızını gətirməmisən. Gətirmədiyin üçün mən ona detallı mütləq baxacağam. Yəni yumurtalığın zəifdir deyə belə bir diaqnozumuz yoxdur. Amma sadəcə yumurtalıq üzərində bir yumurta folikullarımızın sayı var. Folikulun içində yumurta hüceyrələri var. Folikulların saylarına UZI-də baxılır. Yəni ki, bir yumurtalıq üzərində 4-dən az folikul olmaz. Yəni 4 üzəri olmalıdır. Əvvəllər dedilər ondan çox olmağı normal deyil, 4-dən ondan çox polikistoz, amma indi 20-25-i də polikistoz kimi dəyərləndirmirik. Baxırıq o xanımın adət döngüləri necədir. Əgər doğrudan da sənin hər iki yumurtalığında yumurta üzərində, yəni 4-dən az folikullar varsa, təbii ki, narahat olmağa dəyər. Amma burada tək folikulların sayı yox, yaş faktorun da önəmlidir. Yaş faktoru neçədir? Yaşı neçədir? 23. 23 yaşım var, yəni ki, hələlik indi ailə planlamırsan. Əgər biz yumurta antimüller hormonunu da dəyərləndirək, təkrar bir sənə baxaq, görək doğrudan da folikul saylarına əgər azdırsa, biz gələcəkləri gec ailə planlama olarsa, biz həmin xanımlara təbii ki, sizə də tövsiyə edərək, əgər karyerlə bağlı gec ailə quracaqsansa, oosidlər yumurtaların toplanması edib dondura bilərik ki, gələcəkdə yəni öz yumurtalarından istifadə edə bilərsən. Amma burada yaş faktoru çox önəmlidir. Bəzən yumurta sayı 1-2 ilə ailə quracaqsansa, onu etməyə də bilərik yumurta dondurma. Çünki yaş faktoruna bağlı yumurtaların doğru desək qocalması. Yumurtanın sayı yox, onun keyfiyyəti önəmlidir. Ola bilər bir yaşlı xanım gələr, 6-7 dənə folikul görərik, içi boş olar, püf olar. Yəni yumurtaların keyfiyyəti düşük olar. Amma adam var ki, 2 dənə biz yumurta, 3 dənə folikul orada görə bilərik. Amma yumurta keyfiyyəti olur. Bu da nə ilə bağlıdır? Yaş faktoruna. Bütün bədənimiz, bizim bədən hüceyrələrimiz yaşlandıqca bütün hüceyrələrimiz yaşlaşır, yumurtalarımız da yaşlaşır. Ona görə yaş faktoruna uyğun olaraq fərdi seçimlər edərik. İndi biz sizi yenə də ətraflı müayinə edib nə qərar verəcəyimizi deyəcəyik. HCC Cliniva Hospital. Sağlamlığınızı bizə etibar edin.